mehriban və bağışlayan Rəhman Allahın adıyla. Bunu da Həzrət Mehdi əleyhissalama yazmışam ki, İmam Zamanın zuhurunu Allah'tan istəyirik inşallah. Adəmə Həvvanı əta eyləyən, İbrahimə odu gülüstan edən, Musa ilə Sinada söhbət eyləyən, İsanı çarmıqdan azad eyləyən Həzrəti Məhdinin zuhurun yetir. Allahım, dünya çoxlarını boğdu apardı, Nuhun tufanında ifrata vardı, şeytan bəzilərin yaman allatdı. Allahım rəhm eylə sən möminlərə, İmam-ı Zamanın tezliklə yetir. Kafirlər şeytanla bir tuğyandadır, dünya çaxnaşmada qeyl-i qaldadır. Möminlər hər zaman intizardadır, İslam'a dünyanı qalib elətdir, intizarda olan Məhdini yetir. Adilin ömrünü uzatsan Xuda, zikrinlə, eşqinlə yaşar dünyada. Nə ağaya baxar, nə də bir şaha, qeyrətli bəndənlə, gözəl ilqarla İmam-ı Zamana əskər elətdir. Zikrinlə, eşqinlə yaşar dünyada. Nə ağaya baxar, nə də bir şaha, qeyrətli bəndənlə, gözəl ilqarla İmam-ı Zamana əskər elətdir. Seyyid Adil dərdin deməz heç kimə, gedər haqq dərgahı o çənli belə, iltimas eyləyər ulu Rəbbinə, bizlərdən kərəmin heç əsirgəmə, dünya məzlumlarının ağasını yetir. Cəmiən və rəhmətullahi və bərəkatuhu.